Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bilirəm bu videonu çoxdandır gözləyirsiniz. Sadəcə indi vaxt tapa bilmişəm, çəkə bilmişəm. Sabah imtahanı olan hər kəsə bol şans, uğurlar arzu edirəm. Uşaqlar tam əminliklə, rahatlıqla deyə bilərəm ki, sizə imtahan bu il 11-ci siniflərə necə düşmüşsə o səviyyədə olacaq. Yəni hətta ondan da biraz asan ola bilər ki, asan şəkildə düşəcək. Əsla özünüzü qorxutmayın, əsla ayda birdən çətin olar deyə düşünməyin. Çünki bütün illərdə hər imtahan eyni səviyyədə olmaq məcburiyyətindədir. Maksimum olanda 1% arada belə deyim, asanlıq, çətinlik səviyyəsi üzrə fərq olur. Yoxsa biri məsələn İmtahanın biri asandırsa, digəri çox çətin olacaq ya da orta olacaq deyə bir şey yoxdur. Biri asandırsa, digəri də asan olacaq. Bu arada asanlıq, çətinlik də kimə görə, nəyə görə olaraq dəyişir. Yəni özünüzü sıxmadan rahat bir şəkildə bilə bilərsiniz ki, sabah imtahan çox yaxşı keçəcək.